Təsəvvür edin ki, gənc yaşlarınızda yenilməz bir hərbi dahisiniz. Yəni, döyüş meydanında cəsarətinizlə, nə bilim, düşmən paşalarını lərzəyə salan əfsanəvi bir qəhrəmansınız. Bəli, xalqın sevdiyi ordunun sanki tapındığı bir ulduz. Tamamilə. Hər kəs sizin Səfəvi imperiyasının gələcək xilaskarı olduğunuzu düşünür. Amma sonra qəflətən hər şey qaranlığa qərq olur. Öz doğma atası tərəfindən həbs edilməsi, eləmi? Hə, özdə düz 20 ilə yaxın dar, kimsəsiz, buz kimi bir qalaya salınır. Məhbusa çevrilirsiniz və nəhayət o qaranlıqdan çıxıb taxta əyləşəndə... İlk işiniz öz qanınızdan olan hər kəsi qətlə yetirmək olur. Düzdür, hətta uşaqları belə. Sonra da dövlətin ayaqda durmasını təmin edən rəsmi ideologiyanı alt-üst etməyə cəhd edirsiniz. Yəni, bu adam dəli idi yoxsa qurban? Bax, bu çox dərin sualdır. Düzü, bugün biz məhz bu qaranlıq dövrə başvuracağıq. Bəli, əziz dinləyicilər. Bugünkü dərin təhlilimizdə tarixçi Oqtay Əfəndiyevin Azərbaycan Səfəvilər Dövləti adlı əsərinin arxivlərinə və qeydlərinə əsaslanacaq. Biz yalnız Səfəvi taxtının ən ziddiyyətli, bəlkə də ən faciəvi nümayəndələrindən biri olan 2-ci Şah İsmayılın dövrünə köklənəcəyik. Yəni bu, mütləq hakimiyyətin insan beynini necə məhv etdiyini, daxili qorxuların bütöv bir imperiyanı necə uçurma sürüklədiyini göstərən real bir psixoloji trillerdir. Həqiqətən də elədir. Yaxşı, gəlin bu qaranlıq pərdələri bir-bir açaq. Biz adətən Səfəvi tarixi deyəndə 1-ci İsmayılı və ya 1-ci Şah Abbası xatırlayırıq, düzdür? Əlbəttə, o böyük epoxalar həmişə diqqət mərkəzindədir. Amma 2-ci İsmayılın cəmi bir ildən biraz çox çəkən hakimiyyəti elə bir qara dəli idi ki, bütün dövlət sisteminə az qala udacaqdı. Maraqlıdır. Bəs gəlin lap əvvəldən onun o qürur və uğurla dolu gənclik illərindən başlayaq. Çünki dinləyicilərimiz yəqin elə düşünür ki, bu adam doğuşdan qan içən və paranoyak olub. Yox, qətiyyən. Yəni, mənbələr tamam başqa bir mənzərə çəkir. Gənc İsmayıl Mirzə əslində gəncliyində hətta atasından belə daha populyar bir fiqura çevrilmişdi. Doğrudan. Axı atası 1-ci Təxmasib çox qüdrətli şah idi. Elədir. Amma İsmayıl çox erkən yaşlarında siyasət və müharibənin amansız qanunları ilə tanış olmuşdu. Düşünün ki, hələ 1547-ci ildə Şirvana hakim göndərilir. O vaxt yəqin ki, çox gənc idi. Bəli, çox gənc idi. Orada devrilmiş Şirvanşahlar sülaləsindən olan Burhanla vuruşmada ilk ciddi döyüş sınağından çıxır. Lakin onun əsl hərbi duhası Osmanlılarla toqquşmalarda parlayır. Hə, bax o məşhur 1552-ci il kampaniyası. Səfəvi sərhədlərinə çox təkəbbürlü basqınlar edirdi. Və İsmayıl Mirzə qızılbaş qoşunları ilə fəal hücuma keçir, eləmi? Bəli. Və bu sadəcə belə deyək, gedib düşmənlə vuruşaq tipli adi bir əməliyyat deyildi. Bax, bu məqam çox vacibdir, əziz dinləyicilər. O sadəcə cəsur bir döyüşçü deyil, həm də hiləgər bir strategiya idi. Düzdür. Mənbələrdə onun İskəndər Paşaya qarşı istifadə etdiyi o məşhur taktika xüsusi vurğulanır. O saxta geri çəkilmə adlanan bir manevridir. Saxta geri çəkilmə. Yəni bu praktik olaraq necə baş verir? Axı çox risklidir. Çox risklidir. Yəni bu əslində qədim, amma icrası inanılmaz dərəcədə çətin olan bir köçəri, belə deyək, Türk-Mongol taktikasıdır. Qoşununuzla hücuma keçirsiniz və sonra... Qəfil qorxub qaçırsınız. Elə bil. Hə, elə bil qəfil çaxnaşmaya düşmüsünüz. Kimi geri qaçmağa başlayırsınız. Məqsəd düşməni qorunduğu qaladan çıxarıb açıq sahəyə çəkməkdir. Amma, yəni əskərlər doğrudan qorxsa, bu fəlakət olar axı. Bax, məsələ də elə budur. İsmayılın qızılbaşları üzərində o qədər böyük nüfuzu var idi ki, onlar bu manevri saat kimi dəqiq icra etdilər. İskəndər Paşa tora düşdü, qaladan çıxdı. Və qəflətən qızılbaşlar geri dönüb, onları mühasirəyə aldılar. Necə də Osmanlı Paşası üçün alçaldıcı bir məğlubiyyətdir. Bəli, sultanın bir çox adlı-sanlı əyanları əsir götürüldü. Hətta illər sonra İngilis taciri Jeffrey Deckett bu barədə yazanda güya 100.000 Osmanlı həlak olub deyə qeyd etmişdi. Hə, o rəqəm absurd dərəcədə böyükdür, amma bu xalqın ona necə mifik bir qəhrəman kimi baxdığını göstərir. Ordunun ona Dəli İsmayıl ləqəbini verməsi də elə buradan gəlir yəqin. Yəni, psixiatri xəstə mənasında yox, qorxusuz mənasında. Tamamilə. Hər şey mükəmməl görünürdü. 1555-ci ildə məşhur Amasya sülhü bağlananda
Təbrizdə onun şərəfinə böyük bir qələbə şənliyi və toy edilir. Gənc, yaraşıqlı, yenilməz şahzadə. Bəs necə oldu ki, hər kəsin sevdiyi bu adam qəflətən yoxa çıxdı? Bax, məsələnin ən maraqlı tərəfi də budur. Onu yıxan şey zəifliyi yox, həddindən artıq güclü olması və O gücdən doğan təkəbbürü, elədir. elədir. Toydan dərhal sonra atası Təhmasib onu Herata hakim göndərir. Və ona qəti tapşırır ki, lələsi, yəni dövlətin təyin etdiyi tərbiyəçisi Məhəmməd xanın sözündən çıxmasın. Təhmasib o gənc ulduzun enerjisini nəzarətdə saxlamaq istəyirdi yəqin. Bəli, lakin İsmail Herata çatan kimi nə edir? Lələsini dövlət işlərindən tamamilə kənarlaşdırır. Oho, birbaşa atasının əmrinə qarşı çıxır. Hə, amma əsl fəlakət bu deyildi. Ən pisi o idi ki, İsmail yenicə imzalanmış və illərlə davam edən qanlı müharibələrə son qoyan Amasya sülhünü ignor etməyə başladı. Yəni, şahdan icazəsiz yenidən Osmanlıya hücum etmək istəyirdi. Bəli, əyalət hakimlərinə məktublar göndərir, qoşun toplayırdı. Bax, bu çox kritik məqamdır. Dinləyicilərimiz üçün bunu müasir dövrlə müqayisə edək. Təsəvvür edin, dövlət başçısı dağıdıcı müharibəni dayandırmaq üçün sülh bağlayır. Amma çox güclü bir generalınız deyir ki, yox, mən bu sülhü tanımıram, gedib hücum edəcəm. Yəni, o özünü dövlətdən və şahdan daha böyük görürdü. Bir növ ulduz sindromu. Amma mən bir şeyi anlamaq istəyirəm. Təhmasib niyə bu qədər sərt reaksiya verdi? Sadəcə sülhü qorumaq üçün, yoxsa açığı öz taxtını itirməkdən qorxurdu? Düzü ikisi də var idi. Amma taxt qorxusu daha ağır basırdı. Biz birinci Təhmasibin psixologiyasını da anlamalıyıq. O, onsuz da qardaşlarının qiyamlarının acısını yaşamışdı. Hə, yəni xəyanətə yad değildi. Bəli, o bilirdi ki, Qızılbaş tayfaları üçün sülhfervər bir şahdansa, onları daima zəfərə və qənimətə aparan Dəli İsmail kimi gənc bir lider daha cəzb edicidir. Yəni, İsmailin onu devirmək ehtimalı sadəcə paranoya deyildi, real təhlükə idi. Tamamilə real idi. Buna görə də Təhmasib riskə getmir, İsmaili qəflətən həbs etdirir və o məşhur qəhqəhə qalasına salır. Və bununla da hekayənin ən qaranlıq fəsli başlayır. Düz 19 il, 6 ay, 21 gün. Təsəvvür edirsiniz? Adamın enerjisinin, şöhrətinin ən zirvəsində, 24 yaşında hücrəyə kilidlənməsi. Qapıdan içəri girəndə yenilməz sərkərdə idiniz, oradan çıxanda isə 43 yaşında, mənəvi və fiziki cəhətdən darmadağın olmuş bir adam. 19 il. Bəli, heç bir sosial əlaqə, dost yoxdur. Və ən dəhşətlisi, hər dəfə ayaq səsi eşidəndə düşünürsən ki, atam məni edam etmək üçün cəllad göndərib. Bu izolyasiya insan psixologiyasını məhv edir, bəli. Mütləq hakimiyyət və bu izolyasiya, belə deyək, bir rentgen aparatı kimidir. Psixologiyada gizlənmiş o çatları işıqlandırır və ən qaranlıq fəsadları üzə çıxarır. Yəni, biz artıq qəhrəman İsmail'la yox, qisasçı bir varlıqla üz-üzəyik. Və bu bizi 1576-cı ilə o böyük partlayış anına gətirir. May ayında Təhmasib qəflətən vəfat edir. Və sarayda əsl xaos başlayır, eləmi? Bəli, çünki varis yox idi. Varisin olmaması isə qızılbaşlar arasında kimin qılıncı itidirsə taxt onundur. Yəni, ustaçlı Rumlu kimi qüdrətli tayfalar, şah yaradıcı güclər iki yerə bölünür. Düzdür. Ustacıların çoxu digər şahzadəni, Heydəri dəstəkləyirdi. Lakin şahın bacısı, o qüdrətli Pərxan xanım, İsmailin tərəfində idi. Qardaşlar arasında mübarizə o qədər qanlı olur ki, Heydər tacını başına qoymağa cəhd edəndə elə hərəmxanada başını kəsirlər. Bəli, sonra Pərixan xanım dərhal qəhqəhə qalasına çapar göndərir ki, gəl, taxt sənindir. Amma İsmail heç inanmır da buna. Hə? Necə inansın axı? 20 ildə atası tərəfindən öldürüləcəyini gözləyən adamdır. Düşünürdü ki, bu atasının onu yoxlamaq üçün qurduğu bir tələdir. Onu inandırmaq yəqin günlərlə vaxt alıb. Hə, günlərlə vaxt və çoxlu andlar lazım gəlir. Amma qalanın qapısından çıxan kimi nə edir? O qaranlıq canavar üzə çıxır. Elədir. Qapının ağzında Heydərin tərəfdarı olan bir dəstə ustacılı zadəganını elə oradaca qətlə yetirir. Düşünün, zindandan çıxır, günəş işığını görür və
ilk qərarı qan tökmək olur. Qəzvinə çatanda da onu taxta çıxaran bacısı Pərixan xanımla çox soyuq davranır. Hətta tac qoymanı belə dərhal keçirmir, astroloqların ən uğurlu hesab etdikləri vaxtı gözləyir. Və 1576-cı ilin avqustunda taxta oturur, Səfəvi tarixinin ən dəhşətli terror dövrü başlayır. O, hakimiyyətini sığortalamaq üçün sülalədə şah qanı daşıyan hər kəsi məhv etməyə başlayır. Qardaşlarını eləmi? Bəli, əvvəlcə Mustafanı, sonra Şahzadə Süleymanı, daha sonra Şahzadə Mahmud və onun cəmi 1 yaşındakı oğlunu. 1 yaşındakı oğlunu. Dəhşətdir. İmamqulu, Əhməd, İbrahim, o hamısını sistemli şəkildə edam etdirir. Onları dövlətinin gülşənindəki tikanlar adlandırırdı. Mən bax burada dayanmaq istəyirəm. O, hətta Xarasanda olan 7 yaşlı qardaş oğlu Abbası, gələcək 1-ci Şah Abbası, öldürtmək üçün gizli əmr göndərir. Bəli, sadəcə son anda İsmailin öz ölümü Abbası xilas edir. Axı bu saf dəlilikdir. Yəni 1 yaşlı körpəni, 7 yaşlı uşağı öldürtmək bu manyaklıq deyilmi? Mən bunu başqa necə adlandıra bilərəm? Bax, mən burada səninlə tam razılaşa bilmərəm. Təbii ki, müasir baxışla bu vəhşilikdir. Amma o dövrün feodal reallıqları başqa idi. Necə yəni? O uşaqlar onun necə təhlükə ola bilərdi ki? Biz axı bayaq qızılbaş tayfalarından danışdıq. Hər tayfa hakimiyyətdə pay istəyirdi. Əgər sağ bir şahzadə, hətta körpə belə varsa, narazı bir tayfa onu bayraq edib, vətəndaş müharibəsi başlada bilərdi. Hə, yəni bir növ qiyam üçün saatlı bomba saxlamaq kimi bir şeydi. Tamamilə. Osmanlılarda bu birbaşa Fatih qanunnaməsi ilə qanunləşdirilmişdi. Səfəvilərdə isə bu cür tətbiq edilirdi. Yəni İsmail o 20 ildə öyrəndiyi dərsi tətbiq edən bir praqmatik idi. Anlayıram, dövləti qorumaq üçün bütün potensial rəqibləri təmizləyirdi. Amma bununla da kifayətlənmir axı. Yox, kifayətlənmir. Rəqiblərini yox edəndən sonra elə bir şeyə əl uzadır ki, yəni bunu heç bir praqmatizmla izah etmək olmur. Din məsələsi. Bəs ideoloji şok məhz buydu. Şiəlikdən üz çevirib, açıq-aşkar sünniliyə meyil etməsi. Səfəvi imperiyasında bu intihar demək idi axı. Əlbəttə, Səfəvilər dövləti şiəliyin mistik forması və qızılbaşların şaha ilahi bir mürşid kimi baxması üzərində qurulmuşdu. Bəs İsmail nə edir? Məscidlərdə sünni xəlifələrinin lənətlənməsini qadağan edir, sonra da saraydakı radikal şia ruhanilərini qovur. Özü də bəzən çox sərt şəkildə. Hə, çox absurd səhnələr yaşanır. Cümə xütbəsində Dərviş Qambər ənənəvi olaraq Əlinin düşmənlərinə lənət olsun deyəndə, şahın qorçilləri Dərvişi dəyənəklə döyürlər. Bəli, bu qızılbaşlar üçün dözülməz bir mənzərə idi. O hətta pulları belə dəyişir. Gözlün, həqiqətənmi dövlətin pullarını dəyişir, o ənənəvi pulları? Hə, üzərində Əli Allahın dostudur yazılan qızıl və gümüş sikkələri dövriyyədən çıxarır. Səbəbi də çox qəribə idi, eşitmişdim onu. Bəhanə o idi ki, güya xristian və yahudi tacirlər bu pullara toxunur, müqəddəs yazılar murdarlanır. Nə danışırsınız? Bəs əvəzində nə yazdırır sikkələri? Şeyx Əttardan bir şeir həkk etdirir. İnanılmazdı. Yəni bunu müasir dillə desək, şirkətin sadəcə rebrandingi deyil, bu, işləyən bir nüvə reaktorunun əməliyyat sistemini reaktor tam gücü ilə işləyərkən dəyişdirməyə bənzəyir. Çox gözəl müqayisədir. Bəs niyə edirdi bunu? Niyə öz əli ilə öz taxtının sütunlarını kəsirdi? Tarixçilər, məsələn Oqtay Əfəndiyev, bunun geopolitik səbəbini vurğulayır. O vaxt Osmanlı taxtına 3-cü Murad çıxmışdı. Bəlkə də dini gərginliyi yumşaltmaqla daimi sülh istəyirdi. Yaxşı, bəs daxili səbəb? Daxili səbəb isə ruhanilərin çox güclənməsi idi. Təhmasibin 50 illik dövründə ruhanilər şahın qərarlarına təsir edəcək qədər güclənmişdilər. İsmail bu gücü qırmaq istəyirdi. Amma vəziyyəti səhv hesablamışdı yəqin. Bəli, qızılbaş əmirləri bunu bağışlaya bilməzdilər. Hətta Əmir xanla şah arasında kəskin bir üzləşmə olur. Şah onu yanına çağırıb qəzəblə deyir ki, siz mənim sünni olduğumu yaymaqla məni rüsva edirsiniz. Əmir xan isə qorxmadan şaha cavab verir ki, siz Mirzə Məxdumun sözü ilə oturub durursunuz. O adam açıqca deyir ki, şah sünniliyi qəbul edir. Məgər bizim günahımız varmı? Və Əmir xan şaha xəbərdarlıq edir ki, əgər sadiq qızılbaşlara inanmasanız, bu dövlət idarə oluna bilməz. Baxın, bu cəsarətli etiraz şahı ilk dəfə geri çəkilməyə məcbur edir. O əmirlərin real qiyamından qorxur.
Vəziyyəti sakitləşdirmək üçün də o məsləhətçisini, Mirzə Məxdumu xalqın qarşısında danlayıb həbs edir. Amma artıq gec idi, eləmi? Şüşə sınmışdı bir dəfə. Elədir, Qızılbaş elitası anlamışdı ki, İsmail onların mənəvi varlığına birbaşa təhlükədir. Və bu qırılmış inam bizi hekayənin faciəvi, eyni zamanda müəmmalı sonuna gətirir. Cəmi bir il, bir neçə ay hökm sürdü, amma hər kəsi özünə düşmən etdi. Bəli, xüsusən də bacısı Pərixan xanımı. 1577-ci il noyabrın 24-ü. O gecə nə baş verdi? Yəni mənbələr o gecəni fərqli təsvir edir. Şah gecə vaxtı sərxoş və ehtimal ki, tiryək təsiri altında maskalanaraq Qəzvin küçələrində gəzməyə çıxır. İstirahət üçün də saray halvaçısı, yəni gənnatçısı Həsən bəyin evinə gedir. Yanında da lap az adam var imiş. Və səhər açılanda o evdən şahın cansız, bumbuz cəsədi çıxır. Səfəvi taxtının o qorxunc sahibi sadə bir halvaçının evində belə acınacaqlı şəkildə ölür. Sizcə o sadəcə doza həddini aşmışdı, yoxsa bu bir sui-qəsd idi? Düzü, oxuduğumuz bu xronikalar onu devirənlər tərəfindən yazılıb deyə əminliklə demək çətindir. Rəsmi versiyalarda bəziləri mədə ağrısı, bəziləri həddindən artıq tiryək deyir. Lakin tarixçi İskəndər bəy Münşinin versiyası daha məntiqlidir. O nə deyir ki? O deyir ki, hakimiyyətdən kənarlaşdırılmış, qüruru sınmış Pərixan xanım hərəmxana kənizləri vasitəsilə şahın həbşikinə, yəni uyuşdurucusuna zəhər qatmışdı. Kənizlər vasitəsilə, yəni şahı o zindandan çıxaran doğma bacısı, sonda onu zəhərləyib taxtdan endirir. Klassik bir feodal faciəsi. Bəli, amma Pərixan xanım bunu tək başına edə bilməzdi axı. Əfəndiyev kimi tarixçilər hesab edirlər ki, əsl sifarişçilər elə o Qızılbaş əmirləri idi. Hə, yəni dini islahatlardan dəhşətə gəlmiş əmirlər. Elədir. Feodal maşını özünü xilas etmək üçün o rentgen aparatının işığını söndürməli idi. İsmail böyük bir oyunun qurbanı oldu. Baxın, əziz dinləyicilər, biz bugün 16-cı əsrin bəlkə də ən sarsıdıcı dövrlərindən birinə birlikdə nəzər saldıq. İkinci Şah İsmailin Oqsa hakimiyyəti imperiyanın onurğasını sındırmağa bəs etdi. Faciə də ondadır ki, onun ölümü xilas gətirmədi. Ondan sonra gələn qardaşı Məhəmməd Xulabəndə zəif bir hökmdar idi. İsmailin o sarsıntıları Osmanlıların Səfəvi ərazilərini işğal etməsi üçün qapıları geniş açdı. Bəli, sonda isə sizin üçün açıq qalan, üzərində düşünüləsi bir sualımız var. Təsəvvür edin ki, 1-ci Şah Təhmasib oğlunu o dar, qaranlıq zindanda məhv etməsəydi, nə olardı? Bəlkə də onun o çılğın hərbi dühası Səfəvi imperiyasını Osmanlı üzərində mütləq qələbəyə aparacaqdı. Yaxud da təkəbbürü dövləti onsuz da uçurma sürükləyəcəkdi. Belədir, insanın daxili qaranlığı mütləq hakimiyyətlə birləşəndə fəsadların bütöv bir imperiyanı necə xarabalığa çevirə biləcəyini bugün öyrəndik. Bu tarixi mənbələrin dərinliklərinə bizimlə birgə indiyiniz üçün təşəkkürlər. Tarixin başqa qaranlıq dəhlizlərində görüşərik.